Pərverdigara, pak insanları öz dərgahına buraxırsan. Günahkarları da rəhmətindən məhrum eləmirsən. Həm pis, həm yaxşı əməl sahiblərinin Rəbbi. Nə yaxşı əməl sahibləri sənin kəramətindən ehtiyacsızdılar, nə də pis əməl sahibləri sənin rəhmətindən ümidsiz. Mənə elə bir qəlb ver ki, bütün insanları, istər yaxşı əməl, istərsə də pis əməl törədənləri sevə bilim. Əks təqdirdə, mən səndən düşmənçilik edənlərə sənin istədiyin münasibəti bəsləyə bilmərəm. Ey Allah, sənin məhəbbət və rəhmətinə möhtacam. Möhtaclıları anlaya bilməm üçün mənə yardım elə. Meryem, o pencerenin yanında ne inirdin? Belki sen oraya havadarlarınla görüşmeye gitmiştin. Ümitli gözlerini məbədin müqəddəs kızına diken o keslerle. Sen bu zahirde, məsum rəftarınla ve bütün bu riyakarcasına özünü göstermelerinle bu biçarelerin içinde əziz olmuşsan. Amma mənim kimiləri Allah da bilməzsən. Sən təsəvvür eləyirsən ki, bu məbədin bütün kahinləri və Bəni İsrailin böyükləri sənin caduna əsir olarlar və onlar da başqaları kimi özünü məhsum göstərmə yalanına aldanarlar? Məlum olur ki, hələ bizi tanımamısan. Sənin kiçik beynin Yahudi alimlərini dərk etməkdə acizdir. Bizimlə nə düşmənçiliyin var? İmran'ın kızı ürəyində bizə qarşı nə kim bəsləyirsən? Ürəyimdə sizə qarşı heç bir kin yoxdur. Yalan deyirsən, yalan, riyakar. Gözlərimin içinə bax. Vay sənin bu gözlərindən. Vay senin bu gözlerinden Meryem. Senin bu bakışın benden ne istəyir? Ey Allah, uşaqlıqdan bu məbəddə olmuşam. Həyatın bütün ləzzətlərini özümə haram eləmişəm və müqəddəs dinimizdən başqa heç nə ilə məşğul olmamışam. İbadətin çoxluğu nəticəsində və Tövrat oxumaqla saçlarım ağarıb tənginəfəs olmuşam. İndi niyə bu qızı müqəddəs, səmavi adlandırsınlar? Bəs mən necə? Məyər mən az çətinlik çəkmişəm? Məyər mən az ibadət eləmişəm? Məryəm, niyə mənə bu qədər əziyyət verirsən? Niyə fikirləşirsən ki, Allaha məndən daha yaxınsan? Yox, mən inanmıram ki, sən ona aid olasan, mənsə yox. Mənsə yox.
Ey Allah, kömək elə ki, mənə bu qədər əziyyət vermiş bu qızı məğlub eləyim. Onu rəzil eləyim. Ey Allah, ibadətimin əvəzində bizə, Yahudi qövmünə, bütün düşmənlərimiz üzərində qələbə çalmağı əta elə. Və onları məğlub etməkdə bizə güc ver. Ey Allah, İmranın qızı Məryəmi rüsvay etmə izzətini mənə əta elə. Ey Allah, bu kiçik, aciz kənizini əhv elə və kimsənin ondan inciməsinə yol vermə. Bütün insanlara öz lütfünü şamil elə. Ey Allah, günahkarları dərhal cəzalandıra bildiyin halda onlara səhvlərini düzəltmək üçün möhlət verirsən. Elə isə mənə də möhlət ver ki, əgər kimisə incitmişəmsə, ondan bağışlanma istəyim. Məryəm, Məryəm, bu sənin Rəbbinin əmridir. Məryəm, Allah səni seçdi və pak etdi. Səni bütün qadınların arasından öz böyük işi üçün təyin etdi. Məryəm, Rəbbinin göstərişlərinə itayət et. Onun üçün səcdə et və namaz qılanlarla namaza dur.
Ariel! Ariel! Bura bak! Səni vurublar. Aman Allah, inana bilmirəm. Axı sənə Qüdsə yaxınlaşmamağı tapşırmışdım. Qadınlara hətta Qüdsə baxmaq belə qadağan edilmişdir. Amma sən buna baxmayaraq əsas binaya daxil oldun. Niyə Məryəm, niyə? Məyər məbəd qanununu bilmirsən? Mən özüm belə istəmədim, baba. Mənə əmr olundu. Əmr olundu? Kim tərəfindən? Bir səs. Səs deyirdi ki, Allah səni seçib. Məni adımla çağırdı. Adını dedi. Dedi, ey Məryəm. Dedi, ey Məryəm. Daha ne dedi? Dedi, Allah səni bütün qadınların içindən öz böyük işini icra eləmək üçün seçib. İlahi icra eləmək üçün. O səs mənə dedi ki, Pərverdigarıma itaət edeyim. Onun üçün səcdə edim və namaz qılanlarla namaz qılım. Pərverdigarı. Müşkülü yoxdur. Belə asanlıqla. Sən bir zaman bizim şəriət ustadımız idin. İndi necə deyirsən ki, müşkülü yoxdur? Onda elə bir dəfəlik de ki, Məryəm gəlsin, qabaqda dayansın və biz də onun arxasında namaz qılaq. Bəli, görün nə günə qalmışıq ki, bir qız gəlib Qüdsə daxil olur. Məbəd kahinləri nə danışdığınızı bilirsiniz, riyakarlığı təqvadan üstün hesab edirsiniz. Vay olsun sizlərə. Vay sənə olsun ki, riyakarın böyüyüsən. Təqva dedi ki, bir qızı məbədə gətirəsən. Sənə təqva dedi ki, qanunu pozasan. Məyər təqva dedi ki, bir qız gəlib kahinlərlə namaz qılsın. Birazdan da deyəcəksən ki, Yahudilərin Süleyman məbədini idarə etməyə səlahiyyəti yoxdur. Bəli, qüdrətli Allahın fərmanından boyun qaçıran, haqsız yerə qan tökən,
yer üzərində fəsad törədən, məzlumların haqqını ayaqlar altına salan, Allahın kitabını təhrif edən, onun dininə yamaq vuran hər hansı bir tayfa və qövm Allah evi və bu müqəddəs yeri idarə etmə səlahiyyətini itirmiş olur. Özümüzə diqqət eləyək. Bunları eləyən bizlər deyilik. Siz bir dəfəlik deyin ki, Harun və Musanın şəriətini kənara qoyub hamını rahat eləyək. Artıq namaz və qurbanlıq mərasiminə nə ehtiyac var? Düz deyir. Gəlin sabahdan Şumerlərin Allahı İştara, Assuryalıların Allahı Aşşura, Finikiyalıların Allahı Baal Məlukə ibadət edək və bir dəfəlik imperatorun heykəllərini Qüdsül Əqsaya aparıb ona pərəstiş edək. Elə indi burada Zəkəriyyə və Məryəmin məsələsinə baxılmalıdır. Çünki bu hörmətsizlik bizi küfr və Allahsızlığa tərəf aparır. Onlara qarşı şurada qəti hökm çıxarılmalıdır ki, kimsə bir daha bu şəkildə şəriəti ələ salmasın. Bəli, düz deyir. O haqlıdır. Tamamilə razı. Bu Musanın deyil, sizin şəriətinizdir. Cənablar, heç görmüsünüz ki, bir təriqət şəriətsiz həqiqətə çatsın? Nə vaxtdan ilahi və şəriət yolu ilə həqiqətə çatır? Məyər Allahın özü elə həqiqət deyil? Yahudiləri bu illər ərzində diri saxlayan yalnız və yalnız onların şəriətidir. Doğru deyir. Haqlıdır. Şəriətimiz haqlıdır. Düz deyir. Elə isə məni yaxşı dinləyin, ey məbəd kahinləri. Əgər içinizə baxsanız, Musanın hökmlərini və Musanın Allahının göstərişlərini necə pozduğunuzu görəcəksiniz. Halbuki özünüzü onun şəriətinin qorucuları hesab edirsiniz. Qurbanlıq kəsmək və odu sönməyə qoymamaqdan savayı insanlara hansı xeyriniz dəyir? Məyər Yəhva mən qurbanlığı deyil, rəhmət və məhəbbəti qəbul eləyirəm. Nəzir odunu deyil, Allahı tanımanızı istəyirəm demirdimi? Amma niyə içərinizdə rəhmət və məhəbbətdən bir nişanə görmürəm? Allah, mən sizin bayramlarınızı xoşlamıram. Müqəddəs məkanlarınızın ətrini iyləməyəcəyəm. Hədiyyə və nəzir odunuzu qəbul etməyəcəyəm. Sizin bəslənmiş qurbanlarınıza baxmaq belə istəmirəm. Əksinə, insafın su kimi axmasını, ədalətin heç bir zaman qurumayan bir arx kimi axmasını istəyirəm demirmi? Ey İsrail evladları, 40 il səhrada sərgardan qaldıqda mənim üçün qurban və ya hədiyyə mi gətirmişdiniz? Xeyr, biz nümunə olmalı olduğumuz halda yalnız bizə sərf edən qurbanlıq mərasimi və dini ayinlər ilə məşğul olmaqla kifayətlənirik. Amma görəsən Allah bizdən nə istəyir? Müqəddəs kitabda oxumadınızmı ki deyir, mənim bəyəndiyim namaz və oruc sizin haqsız zəncirləri qırmağınız, boyunduruq iplərindən azad olmağınız, məzlumları xilas etməyiniz, qovulmuş şəxsi evinizdə qəbul etməyinizdir. Əgər çılpaq görürsünüzsə onu geyindirin, çörəyinizi aclar ilə bölüşün, qohumlara kömək eləməkdən usanmayın. Bu sözləri müqəddəs kitabda oxumusunuz. Niyə əməl eləmirsiniz? Cənab Zəkəriyya Tövratdan bizim üçün təsirli ayələr oxudu və bizə nəsihətlər verdi. Ona təşəkkür eləyirik. İndi mənim də Məryəmin məbəddə, xüsusilə Qüdsdə olması barədə suallarım var. Ümidvaram cavab verəcəksiniz. Qəbul eləyirsiniz ki, müqəddəs kitabda Bəni İsrail, yəni İsrail oğulları adı çəkilir, İsrail qızları yox. Əgər sizin məqsədiniz qəbilənin ata ilə tanınmasıdırsa, bəli. Qəbul eləyirsiniz ki, bizim qanunumuzda bakirə bir qızın dəyəri atasının qazandığı haqdır. Həqiqətdə o öz qızını ərə sata bilər. Ərinsə ona sahiblik haqqı var. Sizə görə bəli, amma Allaha görə... Bilirsiniz ki, kişiyə malının imkan verdiyi miqdarda arvad almaq ya da bazardan kəniz almaq icazəsi verilmişdi.
Bəli, amma bu iş nə Və dərəcədə siz hər kəsdən yaxşı bilirsiniz ki, qadınların kahinlərin yerinə daxil olması qadağandır. Bu yerə daxil olmağın cəzası ölümdür. Bilirsiniz ki, qadınların nəinki qurbanlıq mərasimində iştirak eləməyə haqqı yoxdur. Hətta bu mərasimə baxa da bilməzlər. Mən məbəddə keçirilən qurbanlıq mərasimi Bəli, haqqında... ayələri oxudunuz. İndi mənim sizə sualım budur. Yahudi ayinində qadınlar üçün olan məhdudiyyətlərdən xəbəriniz var ya yox? Xəbərim var. Sizin təhrif etdiyiniz Yəhudi dini qadınlara hər cür məhdudiyyət yaradır. Amma Musanın həqiqi dini qadınlara böyük şəxsiyyət kimi yanaşırdı. Siz özünüz yaxşı bilirsiniz ki, kişilər onların tərbiyəsi nəticəsində şəxsiyyətə çevrilirlər. Görürəm bu məhdudiyyətlərdən xəbəriniz var. Siz Məryəmə göstəriş vermişsiniz ki, namaz mərasimində iştirak eləsin? Xeyr. Mən ona belə bir icazə verməmişəm. Bəs kimin icazəsi ilə Qüdsə daxil oldu? Eşitdiyi bir səs ona namazını Qüdsdə qılmağı əmr etmişdir. O bu sözlə nə demək istəyir? Hə? Heç mən də başa düşmürəm. Bu Siz bir şey başa düşdünüz? Mən də başa düşə bilmirəm. Səs eşidib... Bu kimin səsi idi? Deyin. Bu kimin səsi idi? Allah tərəfindən gələn vəhy idi. O nə danışır? Elə bil kafirdir. Məryəmə vəhy nazil olub. kimi Bir deyil. qıza vəhy nazil olub. Gördük bir kafirdir. Gör axı necə oldu. Və Bu nə danışır? Heç qıza da demək vəhy gələr. istəyirsiniz ki, Allah bu qızcığaza göstəriş vermişdi? Yəni Allah bu qızcığaza vəhy etmişdi. Bəli, bəli, bəli. Vay, ilahi bu nə danışır? Ağzından çıxanı qulağın eşidir. Bu nə sözlərdə danışırsan cənab Zəkəriyya? Bu boş sözlərinizin mənası olduğunu düşünürsünüzsə, onda bizə dəlil sübut göstərin. Deyin görüm nə haqla şəriətimizi pozursunuz? Səbr eləyin, Sizə bu ixtiyarı kim səbr verir? eləyin. Yəni siz qəbul eləyirsiniz ki, bu vəh olmuşdu? Yoxsa bu yalnız Məryəmin iddiasıdır? Məryəm həmişə sözün düzünü deyir. Mən onun sözünü qəbul eləyirəm. İçərinizdən kimsə Məryəmdən yalan eşitmişdirmi? Xeyr, xeyr. Heç kəs Məryəmdən yalan eşitməyib. O pakdır, pak və günahsızdır və siz hamınız bunu bilirsiniz. Biraz dözün. Məryəm sədaqət və düz danışmaqda məşhurdur, doğrudur. Amma bu onun hər iddia və ifratını qəbul eləməyimizə dəlildirmi? Qulaq asın, mən... Demək siz, Zəkəriyya, Əbiyyə nəslinin böyüyü, iddia edirsiniz ki, Allah yeniyetmə bir qızcığaza vəh etmişdi, elədir? Axı o fərqli bir mövcuddur. Heç bir kişi ona bənzəməz və heç bir oğlan onun kimi dünyaya gəlməmişdir. Mən ilahi vəhy əsasında sizə deyirəm ki, Allah Taala onu və övladını seçmişdir. O Yahudilər arasında Beytül-Müqəddəsdə böyüyən yeganə qızdır. Çox qəribədir. İndiyə kimi iddia edirdin ki, ilahi vəh sənə nazil olur. Biz isə buna şübhə ilə yanaşırdıq. İndi isə Məryəmə vəh nazil olmasını iddia edirsən. Biz hamımız bilirik ki, indiyə kimi Allah heç bir qadınla danışmamışdı. Heç bir qadınla. Allah həmişə kişilərlə danışmışdı. Allah kişilərə ateş parçası və ya başqa şəkildə zahir olmuşdu. Belə deyil. Əgər Allah bu növbətdə kiminləsə danışmaq istəsəydi, fikirləşmirsiniz ki, bu böyük kahin Heyləl ya da heç olmasa böyük kahinlərdən bir başqası olardı?
Necə oldu ki, Allah yalnız Məryəmlə danışmışdı? Allah nə etdiyini yaxşı bilir. Yəni, sizin fikriniz belədir ki, Yahudilərin Allahı bundan sonra bir qız vasitəsilə bizə əmirlər göndərəcək? Yəni, Yahva bir dəfəyə qərar qəbul eləmişdir ki, yetim bir qızcığazı bizim hamımızdan üstün eləyib başımızın tacı eləsin? Mən demədim ki. Kifayətdir. Daha heç bir şey deməyim. Gördüyünüz kimi, heç bir ağıllı, eşitdiyiniz belə küfür sözləri qəbul eləməz. İndi mən Zəkəriyyanı, Əbiyya nəslinin böyüyünü səlahiyyətsiz hesab eləyirəm. Bu qoca ya yalancıdır, ya dəlidir, ya da həmin o qızcığaz ona cadu eləyərək öz ixtiyarında saxlamışdı. İndi mən Süleyman məbədinin mömin və təqvalı kahinlərindən soruşuram. Bu qocanın və qızın ilahi və haqqında danışdıqları boş-boş sözləri qəbul eləyirsiniz? Xeyr, qəbul eləmirik. Qəbul eləyirsiniz ki, bundan sonra qadınlar biz kişilərlə birlikdə bu mənvətdə namaz qılıb Allaha ibadət eləsinlər? Buna yol verməyəcəyik. Elə şey olmayacaq. Qəbul eləyirsiniz ki, Zəkəriyya və Məryəmi dinimizə zərbə vuran təhlükəli bidətlərə, küfürlü iddialarına görə, xalqın arasında saldığı təbliğəyə görə sərt cəzalandırmaq lazımdır. Onu mütləq cəzalandırmaq lazımdır. Mütləq! Biabırçılıqdır. Sözlərə görə onu cəzalandırmaq lazımdır. Demək, qəbul eləyirsiniz. Bəli, qəbul edirik. Bəli, haqq öz yerini tapmalıdır. Bizi də özünə şərif qoşmaq istəyir. Sakit. Bizim dinimizin düşmənidir. İşlərinizi cilovlayın. İfrata varmayın. Bu ağır hükümdür. Burada dərindən düşünmək lazımdır. Buna görə də bu barədə qərar qəbul eləmək sonraki iclasa keçirilir. İclas qutardı. Cənab Heyləl, Cənab Heyləl niyə onu cəzalandırmadı? Bəlkə onlar əlbirdilər. Axı bu işə bugün xitam verilməlidir. Heç nə başa düşmürəm. Bu niyə belə eləyir? Axı ona başqa nə sübut lazımdır? Məyər o qədər sübut azdır? Bəs növbəti iclas nə vaxt olacaq? Cənab Heyləl nə vaxt lazım buyursa onda da olacaq. Cənab Heyləl, neynədiniz? İlahi! Mənim bir çarəm yox idi, baba. Bu ilahi fərman idi. Amma məbəd kahinləri həqiqi ibadətdən uzaqdılar. Onlarla namaz qılmağına necə əmr olunmuşdur? Mən Qüdsə daxil olub kahinlərin arxasında namaz qılmağa başlayanda, bir anlıq gözlərimin önündən pərdə götürüldü. Gördüm ki, mələklər nurani bir sırayla düzülüb, mərasimi başlamaq üçün mənim girişimi gözləyirlər. O qədər gözəl idilər ki, hətta nəfəsim daralmışdı. Hamı məni qarşılamağa gəlib, ətrafımda dövrə vurdu. Birdən ürəyə yatan ətir fəzanı doldurdu. Qüdsün sağ tərəfindən təəccüblü bir nur daxil oldu. Həmin nurun içindən gələn səs mənim adımı 3 başqa xanımın adı ilə yanaşı hamıya elan elədi. O xanımlardan birinin adını elan eləyən zaman mələklər xüsusi bir ayin yerinə yetirdilər. Onun adını eşidəndə məndə qəribə titrəyiş yarandı və vücudum onun eşqi ilə doldu. Bu eşq bulağından elə doydum ki, mələklər ixtiyarsız olaraq mənə təzim elədilər. Mənə, baba, mənə, təsəvvür elə, mənə. Onlar məni də o 3 nəfər kimi qarşıma çıxan çətinliklərə qarşı səbr eləməyə çağırdılar. Sonra mələklərlə yanaşı, mən də Qüdsün qarşısında namaza durdum.
4 qadın. Sizlər bu dünyada seçilmiş qadınlarsınız. Həmin qadın da Fəxr elə Məryəm. O aləmin qadınları içərisində ən yaxşısı və sonuncu peyğəmbərin qızıdır. Siz 4 qadın behişt və behişt əhlinin fəxr etdiyi qadınlarsınız. İsmət, pəhrizkarlıq və paklıq sizlərdən yaranmışdır. Bəli, özünlə fəxr elə Məryəm. Cənab Heyləl hardadır? Mən görməmişəm. Ayaq Qüdsə tərəf getdi. Cənab Heyləli görməmisiniz? Hə, görmüşük. Bundan biraz əvvəl Qüds-ül Əqsaya keçdi. Hə, elə ora getdi. Deyəsən ibadət eləyir. Mənim bütün zəhmətlərimi bada verdin qoca. Mən onu ölüm quyusunun kənarına çatdırmışdım. Niyə mane oldun? Qulaq as. Özümüzü aldatmayaq. O həqiqətən Allahın peyğəmbəridir. Yasakar. Allahdan qorx. Mən bilirəm, sənin dərdin din dərdi deyil, nəfsinin dərdidir. Dərdim sizin ləyaqətsizliyinizdir. Dərdim Yahudi qövmünün gələcəyini qulaq ardına vurmaqdır. Dünən İmran, bugün Zəkəriyya, yəqin sabahdan Məryəm. İlahi, seçilmiş qövmünün dadına çat. Niyə fəryad eləyirsən? Qulaq as. Yahudi qövmü yeryüzünün ən üstün nəslidir. Dünyanın rəhbərliyi və sərvəti bizim qövmümüzə məxsus olmalıdır. Mən hər bir varlığı, istər peyğəmbər olsun, istər olmasın, yolumun üstündə sədd görsəm, onu məhv eləyərəm. Bu mənim birinci və sonuncu sözümdür. İlahi, Musa dininin yolu bu idi. Baba, Bəli Məryəm. sizi mənə görə çox incidirlər baba. İndi nə olacaq? Bilmirəm. Cənab Zəkəriyya! Cənab Zəkəriyya, gözünüz aydın. Gözünüz aydın Nə olsun olub, Cənab Yusif? Zəkəriyya. Elizabet? Elizabet. Gəlin. Gəlin onu görün. Bu Yəhyadır. Əziz Yəhyamız. Yəhya. Allaha şükür. Heç vaxt bu böyük nemətin şükrünü yerinə yetirə bilmərəm. Yəhya, o İsrail övladlarına vəd verilmiş Məsihi görəcək və onu təsdiq edəcək.
Necə də ürəyə yatan tanış çöhrəsi var. Elə bil uzun illərdir ki onu tanıyıram. Salam olsun sənə. Sən nə qədər gözəlsən. İlahi, quşlar və bütün varlıqlar sənin zikrini deyirlər. Məni də zikrini söyləməkdən məhrum eləmə. Ey tənha gül, sən də onun gözəlliyindən bəhrələnmisən.